Allah Resulü sallallahu aleyhi ve sellem dediği kimi göz haktır ve şək yoktur ki kiminsə gözü kiməsə deyə bilər. İstədi ya istemedi. Fərqi yoktu. Ve o insanın görsən ki istemeden, içinden keçmeden bile göz dəyməsi haktır. Ve bunun da qarşısını alması için fərqi yoktu. İnsan salih oldu, geri salih oldu, yaxşı insan oldu, pis insan oldu. Fərqi yoktu. İnsan bərəkət diləməlidir. Bərəkət istəməlidir Allah. Yəni Allah ona bərəkət versin. Onun o malına, onun əlindəki olan əşyaya. Və buna dəlil Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. İzə ra'a ahadukum min nefsihi ev malihi ev min əxihi ma yu'cibuhu felyed'u lahu bil bərəkə fe innel ayne hakkun. Bakın Allah Resulü sallallahu aleyhi ve sellem bizim bu dediğimize her bir şey güzel cevabla cevap verir. Sizden biriniz özünde, ya malında, ya qardaşında xoşa gəldiyi bir şey görərsə, qoy onun üçün bərəkət duası diləsin. Çünkü göz dəymə haqdır. Baxın, subhanallah. Allah Resulü sallallahu aleyhi ve sellem açıq bizə deyir ki, yəni özündə xoşa gələn bir şey ola bilər. Gözəlliyindən bağlı, ya malında, ya başqa qarşındakı insanda xoşa gələn bir şey ola bilər. Onun üçün dərhal dua elə. Deyən ki, Allah mala bərəkət versin. Allah sənə bərəkət versin. Barakallah, barakallah fik, barakallah lək, Allahumma bərik. Belə sözlər, yəni Azərbaycanca fərqi yoxdur. Allah sənə bərəkət versin. Qısa konkret. Yəni bu söz deməklə insanlar heç nə getmir. Amma nədir? Bunu deməklə qarşındakı olan qardaşımın, ya özündəki olan hansı bir şeye zərər toxunmasından artıq qorunmuş olursan. Bir dənə kəlmə qəlbindən keçir, deyək ki, Allah ona bərəkət versin. Allah bu şeyə bərəkət versin. Hansı bir şey, fərqi yoxdur. Bərəkət isə şək yoxdur ki, ən gözəl bir şeydir ki, insanda o bərəkət diləməklə onda o şeyin qalması və artması deməkdir. Ona görə, əzizlərim, çox adam deyir ki, məndə nə göz var ki? Göz səndə var ya yox, söhbət getmir. Söhbət ümumi olaraq Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, göz haqdır. Göz dəymə haqdır və göz dəyə bilər. Ona görə bunun qarşısını alması üçün dilimi biraz yor, dilin biraz hərəkətə keçsin, deyən ki, Allah bərəkət versin. Allah sizdən razı olsun və çalışın Peyğəmbər sallallahu aleyhi ve sellemin dili ilə hükm edin. Öz nəfsizliğinlə yox, Peyğəmbərimizin Resulullah sallallahu aleyhi ve sellem dili hükm edin. Maşallah, ya has bir şey yox. Gəlib Allah bərəkət versin. Dua ilə, bərəkət duası ilə. Allah sizdən razı olsun.